Son illər gənclərin seçimlərində yeni bir istiqamət ön plana çıxır: peşə təhsili. Əmək bazarında ixtisaslı kadrlara tələbat artdıqca peşə məktəblərinə maraq da yüksəlir. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə gənclər müxtəlif sahələr üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Ağac üzərində oyma sənəti, aşbazlıq, dərzilik, bərbərlik və daha bir çox peşələr. Müəssisədə ümumilikdə 32 ixtisas üzrə tədris aparılır. 3 korpusdan ibarət olan peşə məktəbində tələbələr seçdikləri sahə üzrə real iş bacarıqları qazanmaq imkanı əldə edirlər. Müəssisələrdə müxtəlif ixtisaslar üzrə emalatxanalar və məşğələlər təşkil edilir. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə Moda Dizayn ixtisası üzrə 1-ci kurs tələbəsiyəm. Əvvəldən istəmişəm bura gəlməyi. Həm də moda dizayn ixtisası üzrə də marağım və bacarığım var. Dərslərim yaxşıdır, hələ ki zərbəciyəm, inşallah əlaçı olmağı planlayıram. Dərslər yaxşıdır, maraqlı keçilir, praktik. Həftədə bir dəfə ixtisas dərsimiz olur, o da çox qəşəng keçir. Mən burada təhsil almağımda böyük səbəblərdən biri olan aparıcılıq və tədbirlər üzrə təşkilatçı olaraq iştirak edirəm. Bu il imtahan verəcəm və incəsənət üzrə oxumağı düşünürəm universitetdə. Aktyorluq ixtisasında. Burada oxuduğum üçün çox şadam və tanıdığım müəllimlər, gözəl insanlar oldu. Aşbazlıq ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Özümün də bu sənətə dair çox marağım var idi və 9-cu sinifdən çıxandan sonra bu sənəti mən çox bəyənmişdim. Azərbaycan mətbəxini çox sevirəm, amma mətbəxə baxmayaraq mən özüm Yapon mətbəxi üzrə usta işləyirəm. Artıq 2 ildir. Yapon mətbəxi üzrə bizim müxtəlif yeməklərimiz var. Düzdür, Azərbaycan yeməklərinə çatmasalar belə bizim milli kulinariyamız çox zəngindir. Bura gələndə aşbazlığı bir bu qədər də sevmirdim. Aşbazlığa dair çox mənim marağımı oyatdı. Mənim qrup rəhbərim sağ olsun, aşbazlığa dair çox böyük sevgisi oyatdı məndə. Peşə təhsilini seçən gənclər üçün qısa müddətdə ixtisas sahibi olmaq və gələcəkdə iş tapmaq imkanı mövcuddur. Məktəb rəhbərliyi deyir ki, son illər peşə təhsilinə maraq xeyli artıb. Hətta ali təhsilini başa vurduqdan sonra peşə öyrənmək üçün bu müəssisələrə müraciət edənlər də var. Bizim mərkəzdə 32 ixtisas üzrə 3000-ə yaxın tələbə təhsil alır. Tələbələrin təhsilindən 230-dan çox müəllim kontingenti çalışır. İlbəil peşə təhsilinə maraq artır. Bizim də gənclərin peşə təhsilinə axını çox güclüdür. Hətta tələbələrimiz arasında elə gənclər var ki, onlar ali təhsilini bitirdikdən sonra peşə təhsilində də öz təhsillərini davam elətdirir. Bizdə ümumiyyətlə neft qaz çıxarma operatorudur, ağac nəqqaşıdır, aşbaz ixtisasıdır, elektrik qaz qaynaqçısı, bərbər, dərzi, laborant mikrobioloq, ümumiyyətlə 32 ixtisas üzrə bizim peşə təhsil mərkəzi fəaliyyət göstərir. Peşə təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə 2025-2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 84% dövlət sifarişi, 16% isə ödənişli əsaslarla təhsil almağa başlayıb. 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaşı isə 78 olub. Həmçinin 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.